Herkese selam dostlar, videoma kanalıma hoş gelmişsiniz. Bugün akşam vlog çekeceğim sizlerle birlikte. Çöreğimiz kurtarmıştı ve biz de dedik ki təkcə çörək yox, həm də gedək biraz fırlanak. Tıxdıq, indi çörək gedəcəyik Əminiyə, Qold Əminə. Çörəyimizi alırdıq, sonra da belə yəni. Məncə maraqlı olacaq. Bu arada sizə bir sual verim, yorumlara yazın. Yalnız car parking oyun videoları atın bu kanala. Yoksa yani böyle vloglar daha çok. Yani kararsız kalmışam. Car parking videolarımızda kaşıncı izlenme verir. Yani vloglar seçmişim. Az da yani 1-2-3 defa vlog seçmişim. Ona göre yani biraz sol altındaki hansı daha çok izlenen, hansı daha çok yani kaşıncı olar. Ona göre her şey tam bilmirəm. Neyse. Yorumlara yazın, yorumlarınızı gözləyəcəm. Dəhşət soyuqdur. Həqiqətən çox dəhşət dərəcədə soyuqdur. Gördüyünüz kimi bu bizim gözəl gəncəmiz. Baxın. Bəli. Bu bizim dediyim kimi gözəl gəncəmizdir. Bu da mən. Gördüyünüz kimi. Çok soğuk, çok. Bu arada da yeni il gelir. Herkese tebrik ederim bayramlarına. Bu arada yani yeni il gelir. Her şey yeni il. 2 gram belə havası yoktur. Sadece yolka qırıqlar və s. Yox, bitti. Başka hiçbir şey. Yolka, qar belə hiç qar yağdı. Sonra qar çıxdı. Bir 10 bir daha çok az yerden almıştım. Mesela bir çıkan Krişa'da kalmışız. O da bir saat seçmedi. Yağış yağdı, eritti. Soğuktur. Çok soğuktur. Gedik Əminə. Gəlirik artıq Qold Əminəmizə çatırıq. Düzdür, bayaq dediyim kimi yeni ilin bu havası olmasa da, qar yağmasa da dəhşət dərəcədə soyuqdur. Hatta hava proqnozları deyir ki, bir saat yəni birdən 2-dən sonra -1 olacaq. -1-0 dərəcə. Ümumiyyətlə yəni qar üçün -1 dəhşət azdır. Gərək -3 ola, -5 ola ki qar hardasa yerdə qalsın. -1 yəni insan üçün soyuq ola bilər. Yəni insan adi kutkasız çıxsa soyuq ola bilər. Amma adi yəni qar üçün o çox azdır. Gəldik çatdıq mərakətimizə. Her şey var. Artık geldik marketteyiz. Bir yolkanın
qiyməti 129 manatdır. Odur. Yəni tam yeşəsi yoxdur, belə orta. Yəni baxın bu 120 manat. Yeləsi var 139 manatdır. Yəni çox bahalı yolda var. Çox yoxdur. Mağazin hərin sinənə qədər ki, mağazinə birisi çıxmış olacaq. Onun faydası yoxdur. Adı mən üşütmə gəldi. Yine kutkanın geçer. Çörek sinebilir mi? Dedik çöreğe. Çörek aldılar. Bu arada hələ bir an belə çalışdığım qədər çəkirəm. Çünki insanlar dərsə çoxdur bayrama görə. Ona görə insanların çalışdığı qədər üzrünü çəkməyə. Artık yani geldiğimiz eşyalarını aldık, çörek. Şimdi sadece magazini gezmek, öyle başka ne var? Magazinde ne kadar insan var. Hani belki de bu kadar. Hadi ederik. Ya sen kucağınırız sana işini. Ve bəli, artık gedirik yukarı. Geldik yukarı. Görük yukarıda ne var? Evet. Bu arada da Temu'dan gelmiş yukarı. Görük yukarıda ne var? Bu arada elə heç bir şey yoxdur. Yani sadece ev eşyaları ve bir de çok balacalar üçün. Hani oyuncaklar. Ona göre şey təzə aşağıya. Ve biraz bastırmacı sürdük. Yani hakikaten sıfırımızda yok idi. Sadece yani çok insan olduğuna göre videoda teşekkür etmedim. Ona göre üzümlü saydım. Sonra neçə vaxtdır ki, yani vlog çəkimlə ona göre biraz qeyri-adi gəldi mənim üçün. Ve burada gördüğünüz kimi marketten çıktı. Çok konuşabilirim yani çok soğuk, dəhşət. İşte qar yağsa qalar, bilinmir. Ama hələ 2 dərəcə göstərir. Soğuk, soğuk.
dostlar, burada videomuzu sonlandırıram. Yəni bayaq çəkdiyim eyni şeylərdir və artıq evə gedirik. İndi də vlogumu bəyəndiniz. Videolar xatırladım olmağı unutmayın ki, belə videoları qaçırmayasınız. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.